Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı müharibə qanunlarında pozub. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında bu bir daha sənəd və sübutlarla təsdiqini tapdı. İclasda Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror aktlarının araşdırılması fəsli üzrə növbəti sənədlər təqdim olundu. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, Rusiyada zavod istehsalı ilə buraxılmış Smerç, Elbrus və digər müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində mülki vətəndaşların qəsdən öldürülməsi, yaralanması, əmlakına zərər vurulması, infrastrukturun dağıdılması faktları üzrə dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən hadisə yerinə baxış protokollarını və ekspert rəylərini elan etdi. Bildirdi ki, 44 günlük müharibədə Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaq üçün döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Ağcabədiyə, Bərdiyə, Goranboya, Naftalana, Mingəçevirə, Yevlağa raket və ağır artilleriya zərbələri endirilib. Ermənistan Azərbaycanın strateji əhəmiyyət daşıyan mühüm mülki infrastrukturuna da qəsdən və məqsədli şəkildə hücum edib. 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Yevlax və Goranboyu raket atəşinə tutması nəticəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli neft-qaz kəmərləri də hədəfə alınıb. Qeyd olundu ki, Ağcabədi rayonuna 2020-ci il sentyabrın 27-sindən edilmiş hücumlar nəticəsində bir nəfər mülki şəxs qəsdən öldürülüb, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 536 mülki təyinatlı tikiliyə, 17 nəqliyyat vasitəsinə və 50 fermer təsərrüfatına külli miqdarda ziyan vurulub. 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-nadək Ağdama iri çaplı silahlardan atəşlər açılması nəticəsində 7 mülki şəxs qəsdən öldürülüb, 46 nəfər mülki şəxsə qəsdən xəsarətlər yetirilib. İstintaq materiallarına görə 2020-ci il oktyabrın 5-dən noyabrın 7-sinədək Bərdə, Qrad, Smerç markalı reaktiv yaylım atəş sistemlərindən və klaster tipli ballistik raketlərdən, mina atanlardan, eləcə də markası və modeli istintaqla müəyyənləşməyən digər iri çaplı silahlardan atəşə tutulub. Nəticədə 29 mülki şəxs qəsdən öldürülüb, 112 nəfər yaralanıb. Rayon ərazisində dövlət mülkiyyətinə, 333 fiziki şəxsə və 2 hüquqi şəxsə külli miqdarda maddi ziyan vurulub. 2020-ci il sentyabrın 27-sində Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Beyləqanın 2 mülki sakini həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 73 mülki təyinatlı tikintiyə, 3 nəqliyyat vasitəsinə ziyan vurulub. 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-nadək olan dövrdə Füzulinin də atəşə tutulması nəticəsində 3 mülki şəxs qəsdən öldürülüb, 17 mülki şəxsə qəsdən xəsarətlər yetirilib. Rayon ərazisində dövlət mülkiyyətinə və 376 fiziki şəxsə külli miqdarda ziyan vurulub. 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunda və Naftalan şəhərində atdığı raket və digər partlayıcı qurğuların partlaması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər xəsarət alıb, 368 nəfərin əmlakına, 7 nəfərin avtomobilinə zərər dəyib. 44 günlük müharibə zamanı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən, Azərbaycanın 4-cü ən böyük şəhəri olan Mingəçevir, habelə burada yerləşən və ölkəni elektrik enerjisi ilə təmin edən Azərbaycan İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyətli Cəmiyyət 2020-ci il oktyabrın 4-də saat 22 radələrində böyük dağıdıcı qüvvəyə malik Smerç reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınıb və atəşlər açılıb. Raketlərdən biri Mingəçevir sakini Elçin Bağırova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə düşərək partlayıb. Nəticədə o və ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin onun evinə və avtomobilinə, eyni zamanda yaxınlıqdakı yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Raketlərdən digəri isə Mingəçevir sakini İnqilab Məmmədova məxsus fərdi yaşayış evinin yaxınlığına düşüb. Partlayış nəticəsində ev qəzalı vəziyyətə düşüb. 44 günlük müharibə dövründə Tərtərin mülki şəxslərinin yaşadığı ərazilər və mülki obyektlər də hədəfə alınaraq artilleriya və digər ağır çaplı silahlardan istifadə olunmaqla atəşə tutulub. Atılmış ağır artilleriya mərmilərindən biri rayon məhkəməsinin qarşısına düşərək partlayıb. Nəticədə məhkəmənin inzibati binasının qarşısında olan mülki vətəndaş Sovet Əliyev aldığı xəsarətlərdən ölüb. 3 nəfər isə yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin Tərtərin Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 17 nömrəli binanı atəşə tutması nəticəsində 3 nəfər mülki şəxs aldığı xəsarətlərdən qəsdən öldürülüb.
Sonra məhkəmədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki obyektlərini atəşə tutması nəticəsində zərər çəkənlər ifadə verdilər. Zərər çəkən Pərvin Qasımova 2020-ci ildə Gəncə terroru zamanı zərər çəkib. İfadə verdi ki, oktyabrın 4-də Ermənistanın atdığı raket yaşadığı evə düşüb. Nəticədə evi dağılıb və o dağıntılar altında qalıb. Özü ilə bərabər anası İradə Qasımova da yaralanıb. Evdə olan 2 azyaşlı qızı isə psixoloji sarsıntı keçirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda zərər çəkən dedi ki, hadisə zamanı hər iki gözünü itirib. Çənəsi, burnu sınıb. Üz, boğaz nahiyəsi, çiyinləri yanıb. Əlinin vətəri də kəsilib. Hazırda bir əlində qəlpə qalıb. Bildirdi ki, onların yaşadığı qəsəbə yaxınlığında hansısa hərbi obyekt yerləşməyib. Hadisə zamanı qonşuları da müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Zərər çəkən İradə Qasımova isə məhkəməyə ifadə verdi ki, vurulan zərbənin təsiri olduqca güclü olub. O da gözündən xəsarətlər alıb. Həmin hadisəni xatırlamaq onlar üçün olduqca çətindir. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda dedi ki, vurulan ərazi şəhərin mərkəzi, tamamilə yaşayış məntəqəsi olub. Qəsəbənin yaxınlığında hər hansı bir hərbi təyinatlı obyekt yerləşməyib. Evə düşən raket nəticəsində mənzil tamamilə yararsız hala düşüb. Bütün bu hadisə onu deməyə əsas verir ki, məqsəd insanların məhv edilməsi olub deyə zərər çəkən bildirdi. Zərər çəkən Qoşqar Xəlilov 2020-ci il oktyabrın 17-sində Gəncənin raketlə vurulması nəticəsində zərər çəkib. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda dedi ki, həmin vaxt raket qaynatasının evinə düşüb. Nəticədə həmin vaxt orada olan 2 az yaşlı övladı, uşaqlarının anası, həmçinin qaynının qızı həlak olub. Yaşayış evi dağılıb, yararsız hala düşüb. Qaynatasını isə sonradan dağıntılar altından çıxarıblar. Zərər çəkmiş Xosrov Əjdərov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında dedi ki, 2020-ci il oktyabrın 2-sində o, dostu Rüfət Vəliyevlə birlikdə saat 20 radələrində Tərtər rayon polis şöbəsinin inzibati binasının qarşısında avtomobillə hərəkətdə olan zaman Ermənistan Silahlı Qüvvələrinin atdığı raketlərdən biri onların avtomobilinin yaxınlığına düşüb. Nəticədə o yaralanıb. İclasda zərər çəkənlərin barəsində olan məhkəmə tibbi ekspertiza rəyləri də elan olundu. Zərər çəkən Şamama Quliyeva isə dedi ki, 2020-ci il oktyabrın 19-da Ermənistan Silahlı Qüvvələrinin atdığı raket mərmilərindən biri onun yaşadığı evin həyətinə düşüb. O, qızı və jurnalist Anar Şuşalı yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda zərər çəkən dedi ki, Ermənistan Silahlı Qüvvələri hərbiçilərlə deyil, mülki şəxslərlə müharibə aparıb. Yaşlıları, uşaqları, qadınları hədəf alıb. Məqsəd Azərbaycanlıları məhv etmək olub. Sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ağdam rayonunda yaşayan zərər çəkən Şamama Quliyevanın evinin atəşə tutulması faktı ilə bağlı hadisə yerinin baxış protokolunu və ekspertiza rəyini təqdim etdi. İclasda hakim Zeynal Ağayev bildirdi ki, təqsirləndirilən David İşxanyanın 2 vəkilindən biri səhhətində yaranan problemlə bağlı məhkəməyə müraciət edərək onun başqa bir müdafiəçi ilə əvəzlənməsini xahiş edib. David İşxanyan əvvəlki vəkilindən razı qaldığını və onun yenisi ilə əvəzlənməsinə də etiraz etmədiyini dedi. Bundan sonra məhkəmə David İşxanyana yeni müdafiəçi təyin edilməsinə dair qərar qəbul etdi. Qərar vəkillər kollegiyasına göndəriləcək. Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.